Bakıda keçirilən mini futbol üzrə dünya çempionatının rəsmi maskotu Maralzadə pozitiv davranışları ilə mundiala xüsusi rəng qatdı. Əməkdaşımızın suallarını cavablandıran Maralzadə özü haqqında maraqlı faktları açıqladı. Mən Aqil Nəcəfzadə 2017-ci ildən bu işlə məşğulam və Maralzadə obrazını çox sevirəm, insanları da sevirəm, bu işi də sevirəm. Demək istədiyim ən əsas şey odur ki, bu ölkədə hər kəs öz işini sevərək etməlidir. Sevərək edərsə, bu ölkədə hər bir şəxs xoşbəxt olar. Sadəcə Maralzadə yox, həm də bu kimi obrazlara girer. Panda, Ledrovo, başqa personajlar. Görün mən bu qədər. Bəli, çox istedim onun üçün. Hal-hazırda bişirəm mən. Belə qala bilmərəm, hamı mənə baxır. Çox sağ olun.